Akşamınız xeyir olsun. 65 yaşım var. 40 il pedaqoji, psixoloji fəaliyyətlə məşğul olmuşam. Aldığım əmək haqqı ehtiyaclarımı ödəməyib. Təqaüdə çıxıb biznesimi qurmaq haqqında düşündüm. Səhhətimdə də problemlər var idi. Elə bir işlə məşğul olmaq istəyirdim ki, həm ziyarət olsun, həm də ticarət. Network bazarına heç vaxt inanmırdım. Lakin Vamur şirkəti və onun Azərbaycanda olan liderləri ilə tanışlıq məni düzgün bir yola çıxdığıma inandırdı. Bilirsiniz necə? Səfərə çıxanda istəyirsən ki, yol yoldaşın qayğıkeş, diqqətçil, halal, ədalətli bir adam olsun. Elə deyilmi? Yeni qohumluq münasibətləri quranda da istəyirsən ki, sənin yeni qohumların alicənab, kübar ailənin nümayəndələri olsunlar. Bax, bu şirkətlə də əməkdaşlığa başlayanda məni şirkət rəhbərlərinin şəxsi keyfiyyətləri maraqlandırdı. Yəni, onlara nə qədər inanmaq, nə qədər güvənmək olardı. Və İlyas bəylə qurucu liderimiz, Türkiyədən Azərbaycanda Vamurun Azərbaycan bölməsini quran qurucu liderimiz İlyas bəy Yavuzla tanış olanda, onun öz Azərbaycan komandasının hər bir üzvünə diqqət və qayğısının olduqca səmimi münasibətinin canlı şahidi oldum. Liderlərin şəxsi keyfiyyətləri onların idarəetmə bacarığı üçün vacib amildir. Kollektivin liderin ətrafında formalaşması üçün onun lideri olan inamı əsas rol oynayır. Bu da kollektivin mərkəzə qaçma funksiyasının, yəni liderin ətrafında birləşməsini səfərbər edir. Mən həm də səhhətimin bərpası ilə məşğul olmaq istəyirdim və bu zaman Vamur şirkətinin məhsullarından bir neçə ay ardıcıl istifadə etdim, faydasını gördüm, xeyrini gördüm. Belimdə, dizlərimdə olan ağrılar, gözümdə olan qlakomaya nə qədər yaxşı təsir elədiklərinin şahidi oldum və sonra bu məhsulları ətrafımdakilara tövsiyə etməyə başladım. Açığını deyim ki, bu məhsullarla mübarizədə xəstəliklərim uduzdu. Hal-hazırda özümü çox gümrah, rahat hiss eləyirəm. Yəni, işlədiyim müddətdəki vəziyyətimlə müqayisədə əhval-ruhiyyəm və orqanizmim gümrahdır. Demək ki, bir 80% tam sağlamam. Və mənim istifadə elədiyim ən çox Penis Night Glue bandı həm ayaqlarımdakı ağrıları götürdü, həm də ki, mən bu dəqiqə özlərimdə sınaq aparıram ki, onun dəmlənməsindən gözümə damcı kimi istifadə edirəm. Artıq 4 aydır təzyiq dərmanları atmıram, istifadə eləmirəm və inşallah ki, həkimin təyinatından sonra artıq ürəkli şəkildə mən başqalarına da bunu məsləhət görə biləcəyəm. Penis Night Glue-nun Azərbaycan dilində adı ağrısız gecələr deməkdir. Amma mən onu artıq ömürlük dost seçmişəm özüm üçün. Çox inanıram onun qüdrətinə, gücünə və onun adını ağrısız ömür adlandırmağı təklif eləyərdim. Səhhətimin bərpası ilə bərabər həm də istədim ki, maddi durumumu da qaldırım, yaxşılaşdırım və buna nail ola bildim. Yəni, hal-hazırda aldığım təqaüdün səviyyəsində mən artıq 3 ay dalbadal həmin məbləği qazana bildim. Mənə inanıb məhsullardan istifadə edən, biznesini qurmaq istəyən komanda üzvlərimə dərin təşəkkürümü bildirirəm. Onların inamını artırmaq, doğrultmaq, onların özünü qazanması üçün şərait yaratmaq mənim amalım və məqsədimdir. Vamur şirkətində hər yeni əməkdaş liderlərdən, Urfan bəydən, Nurana xanım, Ülviyə xanım, Turaybə xanım, İlahə xanım, Lətifə xanım və başqalarından həm dəstək, həm də bilgi ala bilirlər. Keçmişdə Sovetin dövründə belə bir prinsip var idi. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Bax, Vamurun Azərbaycan
komandasında məhz mən belə bir işgüzar münasibətin şahidi olmuşam. Burada hamı, baxmayaraq ki, bir-biri ilə əlaqələri yoxdur, amma ofisdə hamı bir-birinə dəstək olur, bir-birinə kömək edir və hər yeni gələn əməkdaşa təcrübələrindən, bilgilərindən paylaşa bilirlər. İlyas bəy deyir ki, biz çalışacağıq ki, One More olaraq xalqımızın şuurunda kök salmış network inamsızlığını aradan qaldıraq, silib təmizləyək. Yəni o köhnə yaddaşı silək və öz fəaliyyətimizlə, öz işimizlə, məhsullarımızın gücü ilə networkin təzə baxışını formalaşdıra bilək. Mən inanıram, mən buna çox inanıram. Ona görə ki, həm bu şirkətin hər bir əməkdaşı halal, ədalətli, düzgün adamlardan təşkil olunub, həm də elə bilin ki, məhsulların səviyyəsi insanların səhhətinə o qədər müsbət təsir eləyir ki, insanlarda həyat eşqi də aşırdaşır, gələcəyə inam da formalaşır və onlardan biri də mən olaraq artıq tam əminəm ki, bu vaxta qədər ödəyə bilmədiyim ehtiyaclarımı tam təmin edə biləcəyəm. Mən İlyas Yavuzun, onun şəxsində One More şirkətinin qurucularının, yüksək səviyyəli liderlərin sözünə inanıram. Çünki sözləri ilə əməlləri üstə düşür. Çünki halal qazanmaq və halal qazandırmaq niyyətindədirlər. Mənim kimi inanıb bu şirkətə əməkdaşlıq edən hər bir kəsə uğurlar arzulayıram, sağlamlıq arzu edirəm və bol, ruzi, bərəkətli qazanc arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm.